necəsiz? Onu edirəm, yaxşısınız. Belə bir video çıxdı qarşıma. Dedim, paylaşım edeyim. Diqqətlə baxın. Bu Türk deyir ki, təzə açdığım kanal 100 milyon izlənib. Diqqətlə izləyin. Kanalı dün 100 milyon izlenmeye ulaştı ve bunu sen nasıl yapabilirsin 3 adımda anlatacağım. Öncelikle dostlar, her başarılı YouTube kanalında bu piramidi görebiliriz. Önce her şey iyi bir nişle başlar. Benim nişim daha çok suç ve polisler üzerine kurulan bir kanaldı. Yapması kolay bir niş ve çok fazla talep ediliyor. Ama yapan kişi sayısı çok az. İşte bu nişleri bulduktan sonra ikinci adıma geçiyoruz. O da teknik video. O da dostlar, doğru nişi bulduktan sonra yaptığınız videoların bu tarz izlenmeler almasını ve... Birincisi, təzə kanalın bu qədər izlənməsi az ehtimallı. İkincisi, deyir ki, təzə kanaldır. Əgər sən təzə kanaldırsa, bunun təsdiqi və isə videonun açılmağı, kod gəlməyi bir həftə sürür. Sən təzə kanaldırsa, 16.426 TL 56 kuruşdur, nədir? Necə qazandın təzə kanaldan? Bu tarz gelirler kazanmasını sağlayamıyor. Bu anlatması saatler sürecek bir konu. Bu yüzden YouTube kanalından... Görürsünüz, 7061 nədə abunəsi var? 7500. Sən əgər bu 7500, bu videolar 3 həftə öncə, 4 ay öncə, baxın ən axırdakı 4 ay öncə deyir. Bu kanal olmasa bir 5-6 illik kanaldır. Sən necə bu 100 milyon izlənibsə short videon, ya uzun bir videon, necə bu qədər az bir abunə yığıbsan da başa düşdüyün, özdə izlənmələrinə baxın. Bir dənə bura baxın. Ən axırıncı videonu deyir, ən axırıncı videoda 4 ay bundan qabaq paylaşıb 6400 izlənməsi var. Bu insanın kanalına 3 həftə öncə paylaşıb 5100. 20 dəqiqəlik videosuna nə qədər baxış gəlib? 3 ay öncə nə bilim 20 neçə min, 25 min görüntüləmə. Təbii ki də bu azdır. Yəni bu insan yalan deyir. YouTube görünən kimi, göründüyü kimi yapay zeka ilə pul qazanmağı, nə bilim, cürbəcür. Bunlar çox çətindir. Üstəlik yapay zekadır və kiminsə videosunu editləyib paylaşanda pul qazanma aktivləşmir. Abunən çox ola bilər, amma pul qazanma aktivləşmir. Yəni bunun dediyi çox şey yalandır. Çox bir bölümü. İzleyebilirsiniz şu videoları ya da direkt benden destek almak için DM'lerden yazabilirsiniz. En sonuncusu ise devamlılık, basitçe. Doğru şeyi bulduktan sonra tek yapman gereken şey aslında devam etmek oluyor. Sıfırdan YouTube kanalı 100 milyon izlənmə. Bu şişirtmədir. Takipçi yığır, bəyəni kasır. Bunun hesabında nə qədər indi takipçi var baxacağım. Təmiz düz deyir, görürsünüz. 8 göndərim. Videoları normal baxış tutmayıb, normal baxışlardır bunlar Instagramda, hələ azdır. 676. Nə bilim, belə fırıldaqçılara inanmayın. YouTube'da pul qazanmaq belə Instagram və TikTok'da görünən kimi asan deyil. Adi barisçi 7-8 ildə bu işlə məşğuldur. Sadəcə 5 milyon abunəsi var. 5 milyon az deyil, amma Türkiyəyə görə azdır. Çünki Türkiyə 85-90 milyondur. Yəni bu Türkün dediyi yalandır. Bunlara inanmayın. Hər şey göründüyü qədər hasant deyil. Özüm məşğulam, yalan deyir. Bu cür videolar, yəni videolar belə tutmur. Üstəlik, yapay zeka ilə olan videolar çox bahadır. Çox. Yəni o 10 dəqiqəlıq video, 5 dəqiqəlıq video hazırlamaq üçün 30-40 manat pul lazımdır, 50 manat. Heç bir 50 azdır. Dollar gedir. 60-70 dollar. Yəni boş-boş şeylərdir, proqramlar. Özdə havayı yapay zeka proqramları yalandır. Elə bir şey yoxdur. Hamısı pullandır. Ola bilər başlanğıc üçün bir iki video hazırlaya bilərsən də 5-3 saniyəlik. Ümumiyyətlə, deməyim ondadır. Belə şeylərə inanmayın. Sağ olun. Belə videoların gəlməyini istəsəz, yorumlara yazın. Mən də sizə bunlara uyğun videolar tapım. Sizə deyim. Sağ olun, var olun.